İdman podkastlarımız davam edir. Hər vaxtınız xeyir. Son buraxılışımızdan sonra yenidən daha bir gərgin, maraqlı, xüsusi mövzu müzakirəsi ilə qarşınızda olacağıq. Bununla yanaşı ölkə idmanında baş verən hadisələr, beynəlxalq yarışlardakı nəticələr, onların təhlili və görünməyən tərəflərini sizə ekspertimiz Rafiq Hüseynovla birlikdə təqdim etməyə çalışacağıq. Rafiq, hər vaxtın xeyir, xoş gördük. Xoş gördük. Yenə də bu məkanda sizi görmək xoşdur və ümid edirəm ki, tamaşaçılar üçün də mövzumuz maraqlı olacaq. Və Rafiq, son verilişimizdə kifayət qədər, belə deyək, yaxşı geri dönüşlər aldıq və kifayət qədər insanların sən demə istədiyi həssas bir mövzuya toxunuq. Xüsusilə idman ictimaiyyətinin, insanların trendlərə uyğunlaşması və daha doğrusu trendlərə aldanması adını verdik biz buna. Bu mövzu diqqətimizdədir və bir izləyicilərimiz üçün də xatırlatma olsun, mütləq qayıdacağıq. Çünki sənin də o mövzuda bilirəm geniş fikirlərin var və onları bir-bir insanlara izah eləmək mütləqdir. Amma bugün başqa istiqamətimiz var. Yenə də ölkə idmanı ilə bağlı başqa bir problem, başqa bir işlənməli olan məqama toxunacağıq. Əvvəlcə istəsən oradan başlayaq, sonra idman hadisələrinə nəzər salarıq. Bugün mövzumuz idmançılarımızın məşhurluq səviyyəsi, idmançılarımızın təbliğatı və bu istiqamətdə görülən işlərdir. Hansı layihələr var, nələr edilir, nələr edilə bilər, nələr edilməlidir. Bax, bu istiqamətdə xüsusilə elə idmanın içində olan idmançı, həyatı yaşayan Rafiqdən soruşmaq istəyirik. Təbii ki, özümüzün də müəyyən bir baxışlarımız var. İdmançılarımızın məşhurluq səviyyəsi, reytinqi ölkədə yetərincədirmi? Yoxsa işlənməli olan hansı məqamlar var? Rafiq, bəzən bir çox belə deyək, federasiyalar və qurumlar bunu idmançıların üzərinə atır. Bir çox şəxslər böyük əksəriyyət hallarda idmançılardan aktivlik gözləyir. Bir çoxlarımız mediadan bunu istəyirik. Medianın da buna görə indi özünün arqumentləri var və idmançılar da təbii ki, bütün tərəflərdən bu gözləntiləri var. Yəni idmançılar da düşünür ki, iş onlarla bitmir. Elə lap ümumi başlayaq əvvəlcə sən baxışın. Əlbəttə, tanınmaması idmançıların böyük problemdir. Çünki bugünkü gün Azərbaycanda mən hissə deyərdim ki, Azərbaycan idman dövlətin prioritet siyasətinə daxil edilmiş məsələlərdən biridir ki, çalışmaq lazımdır ki, bunu belə deyək, doğru tamaşaçılara çatdırmaq və eyni zamanda insanlara çatdırmaq. Burada bir neçə amil vardı ki, hansı ki, mən fikirləşirəm ki, bu amillər çox vacib amillərdir. Məsələn, bunlardan biri media marketinqdir və ya idman mədəniyyətinin zəifliyidir və eyni zamanda idmançıların qeyri-intellektuallığıdır. Hansı ki, bu amillər çox ağır nəticələnir sonda bu tanınması üçün idmançıların. Mən bu haqda bir neçə dəfə söhbət etmişəm həm idmançılarla, həm də eyni zamanda belə deyək, səlahiyyətli şəxslərlə. Media nümayəndələri idmançıların üzərinə atırlar, idmançılar media nümayəndələrinin üzərinə atırlar. Nəticədə belə bir fikrə gəldim, çıxdım ki, bizdə Azərbaycanda hələ də idman mədəniyyəti çox zəif şəkildədir. İdman mədəniyyəti deyəndə nə nəzərdə tutulur? İnsanlar öz həyatında, gündəlik həyatında idmana belə də üstünlük verməməsidir və bu sahədə bildiyimiz kimi ölkədə də işlər gedir, hansı ki, müəyyən insanları həvəsləndirmək üçün idman meydançalarıdır, müəyyən tədbirlər də, hansı ki, qeyri-peşəkar şəxslər üçün idman tədbirləri keçirir. Lakin hələ ki, bu çox azdır. Mən fikirləşirəm ki, bu iş üzərində dayanmaq lazımdır və davam etmək lazımdır. Amma eyni zamanda biz baxsaq görərik ki, digər amillərdən biri media və marketinqdir. Hansı ki, bugünkü gün sponsorlardır və ya marketoloqlardır, idmançılarla maraqlanmırlar. Və maraqlanmayanda bir növ bu belə deyək, idmançıların tanınmamasına gəlib çıxır və trenddə olmurlar və lazım olmayan belə deyək şəxslər hansı ki trenddədirlər və ya idman adından istifadə edən lazımsız şəxslər hansı ki onlar trenddədirlər, müəyyən bir belə deyək trendin hesabına öz tanınmasını artırırlar və bu şəxslər peşəkar idmançıları, hansı ki doğrudan da Azərbaycan qəhrəman idmançıları vardı ki, onlar əslində tanınmalıdır, onlar kölgədə qalırlar. Baxmayaraq nəticələrini müqayisə etmək heç mümkün deyil o bizim dahi idmançılarımızı. Dahi deyəndə mən boşuna demirəm bunu. Çünki bizdə kifayət qədər tanınmış idmançılar vardı ki, hansı ki biz əgər şəhərin mərkəzinə çıxsaq, sorğu keçsək görərik ki, vətəndaşların çoxu bunu tanımırlar. Bu da bir növ gətirir yenidən çıxar media üzərinə. Məsələn, biz əgər bugünkü gün sorğu keçsək
keçsək, biz küçədə keçsək Rüstəm Orucov kimdir və ya Eldəniz Əzizli kimdir və ya Fərid Mansurov kimdir və ya Zemfira Meftəddinova kimdir. Bu kimi dahi idmançılarımızı biz və ya Hacı Əliyev kimdir. Bu kimi dahi idmançılarımızı biz sorğudan keçsək ki, bunlar kimdirlər? Vətəndaşlar mən fikirləşirəm ki, böyük əksəriyyəti cavab verə bilməyəcək. Niyə cavab verə bilməyəcək? Biraz öncə vurğuladım, çünki bugünkü gün o qədər idman adından istifadə edən şəxslər vardı ki, müəyyən belə deyək, ucuz trendlər vasitəsilə özlərini reklam edə bilirlər. Peşəkar idmançılara baxsaq, görərik ki, peşəkar idmançılarda bu xasiyyət daha az inkişaf edibdir. Məsələn, bugünkü gün biz hər hansısa bir şəxsin idman adından istifadə edərək trendə girməsin üçün etdiyi hərəkəti götürsək, görərik ki, o hərəkəti nə adını sadaladığım idmançılar, nə də ki, ondan aşağı səviyyədə olan idmançılar heç bir bu hərəkətləri təkrarlamazlar. Və bugün zamanəmizdə elə bir dövrə gəlib çıxmışıq ki, insanlar təkcə Azərbaycanda deyil, bütün dünyada insanlar ağır iş qrafikindən sonra sadəcə istirahət etmək istəyirlər və ciddi mövzulara çox girişmirlər. Və gün sonunda gəldikdə sadəcə sosial şəbəkələrdə belə deyək, bayağı videolar hansı ki, ancaq gülüş və ancaq lağlağı edilən videolardır ki, hansı ki, sadəcə onlara baxıb istirahət etmək istəyirlər və bununla da belə bir məqama gəlib çıxırıq ki, idmançılar, məşhurlar, təkcə idman sahəsində eyni zamanda da başqa sahələrdə də diqqətə layiq olan şəxslər kənarda qalırlar. Və idman sahəsində də bu özünü göstərir, hansı ki, idmançılar bugünkü gün trenddə olmalıdırlar, lakin trenddə deyirlər. Eyni zamanda idmançıların üzərinə düşən böyük məsuliyyət vardı ki, hansı ki, bəzi idmançılar, mən adını sadaladığım idmançılar haqqında heç bir şey deyə bilmərəm, çünki onlar belə deyə, həm intellektualluğuna görə, həm özlərini aparması, davranışlarına görə Azərbaycanın ən üstə gedənləridirlər. Lakin o qədər nəticə vermiş idmançılarımız vardı ki, qeyri-intellektual həyat tərzi sürürlər və bu idmançıların sadəcə belə deyə, kənarda yaşam tərzinə görə heç o qədər də populyar olmurlar və ya 2 nəfər, 3 nəfər arasında baxılacaq, deyiləcək ki, bunun həyat tərzi budursa, elə bu həyat tərzindənsə öz həyat tərzimizi yaşamaq daha üstün olar. Məsələ, bugünkü gün mən media işçilərlə danışanda onlar deyirlər ki, şikayətlənirlər ki, biz daim idmançıları dəvət edirik verilişlərə, müəyyən rubrikalara, müəyyən podkastlara. İdmançılar gəlmək istəmirlər. Biləndə ki, danışmaq lazımdır. Deyirlər ki, yox, mən danışmaq istəmirəm və bu tipli sözlər deyirlər. Ona görə də bugünkü gün media tərəfindən də problem yaşanır. Lakin mən yenə təkrar edirəm ki, bu o demək deyil ki, bütün idmançılarımıza aiddir bu söz. Kifayət qədər intellektual idmançılarımız vardır. Sadəcə bu sahəni inkişaf etdirmək lazımdır. Hansı ki, bugünkü gün agentliklər vardılar, artıq mən bildiyim qədəri idmançılarla işləyirlər və idmançılara bir növ sponsorları cəlb etmək üçün idmançıların imicini qoruyurlar və eyni zamanda onların imic işləri ilə məşğuldurlar. Bu kimi işləri alqışlayıram və fikirləşirəm ki, bu kimi işlər idmançıları məşhurlaşdıracaq. Əslində, idmançıların məşhurlaşdırma səbəbi biz fikirləşə bilərik ki, ümumiyyətlə belə bir sual yarana bilər ki, nəyə görə idmançını məşhurlaşdırmalısan? İdmançını məşhurlaşdırmanın ən vacib səbəblərindən biri odur ki, bunu 2015-ci ildə cənab prezident də demişdi. Avropa oyunlarından sonra mükafatlandırmada dedi ki, mən idmançıları belə mükafatlandırıram, belə qarşılayıram ki, gənc nəsil və yeniyetmələr görsünlər ki, doğru yol hardadır və doğru yolu seçsinlər, əyri-üyrü yollardan tutmasınlar. Əslində, burada böyük bir məna vardır bu sözdə. İdmançıları əgər sən təbliğ edərsənsə, gənc nəsil doğru yolda olacaq. Təkcə idmançılar deyil, sənət adamlarının da hansı ki, dövlət tərəfindən kifayət qədər belə deyək, diqqət vardı. Onları da təbliğ etdikdə artıq gənc nəsil doğru yola yönələcək. Bundan başqa idmançıların təbliğ olunmasının əsas məqamlarından biri odur ki, idmançılar təbliğ olunandan sonra müəyyən idmana marağı olmayan insan, hətta gənc olmasın deyək ki, sağlam həyat tərzi sürməyə çalışacaq və bugünkü gündə biz ölkədə bizə lazım olan nədir? Sağlam həyat tərzi. İnsanlar sağlam həyat tərzi ilə məşğul olsalar, hər bir iş öz yolunda gedəcək və belə deyək, biz inkişafa doğru gedəcəyik. Yox, əgər sağlam həyat tərzi ilə məşğul olmayacaqsa və ya qeyri-sağlam yaşayacaq və ya qeyri-peşəkarlara üstünlük verəcəyik və ya gördüyümüz kimi bugünkü gün Instagramda və ya sosial şəbəkələrdə bir şəkil çəkdirib məşhur şəxslərlə ki, mən filan kəslə tanışam, mən filan kəslə tanışam, özlərini reklam edən şəxsləri götürəcəksə, əlbəttə ki,
biz heç bir inkişafdan danışa bilmərik bundan sonra. Mən bugünkü gün bəzi məlumatlar aldım bu neçə gün ərzində bu haqda fikirləşəndə və gördüm ki, bəzi şəxslər vardılar ki, ümumiyyətlə belə deyək, idmandan əlaqəsi olmayan, amma idman adından çıxış edən adamlar vardılar ki, bəzi reklamlara hətta 15-20 min manata gedirlər. Və gülünc gəldi mənə ki, düz deyib, mənim o pula ehtiyacım yoxdur. Təbii ki, hamının pula ehtiyacı var, amma mənim bugünkü gün ona ehtiyacım yoxdur, dövlət tərəfindən təmin olunuram. Amma bugünkü gün gülünc gəlir ki, idmanda o qədər təbliğ olunması və idmanda o qədər o insanlar üzərindən sponsorlarla iş görüləsi adamlar vardı. Amma baxırsan ki, idmandan anlayışı olmayan adamlar bugünkü gün o pulu qazanırlar idman adından. Amma onlar da idman adına qazanırlar, amma kənarda elə hərəkətlər edirlər ki, bunlar birbaşa idmançıların adına yazılır. Bu da mən fikirləşirəm ki, mənfi təsir edir idmançılara. Bəli, Rafiq, istiqamətlər çoxdur. Bax, məsələn, elə son qeyd etdiklərindən biri, məsələn, hansısa bir trenddə olan şəxsin etdikləri idmançıların adına. Əslində o peşəkar idman ailəsinin bir üzvü deyil. Heç bir federasiya, heç bir qurum, heç bir idmançı qəbul etmir, amma onun etdiyi neqativlər və yaxud da ki, digər məsələlər idmançıların adına yazılır. Mətbuatla bağlı biz tərəfdən də təbii ki, problemlər çoxdur. Məsələn, reytinq arxasınca qaçmaq var, hansı ki, uzun illərdir, hətta indi biraz sosial şəbəkələr zad vəziyyətdə dəyişib. Amma əvvəlki dövrlərdə bir analiz aparan zaman görürük ki, biz çox bəzən çox mənasız adlar ulduzlaşdırılıb. Nə bilim, hansısa başlıqlar onlara maraqlı gəlib, həmkarlarımıza maraqlı gəlir. Bu gün də elədir. Yəni bizim özümüz də bu prinsiplərlə işləyir. Ümumiyyətlə onu deyim ki, mətbuatda belədir. Yəni kommersiya tipli verilişlər vardır ki, hansı ki onlar öz xeyirlərini güdürlər və sponsorları cəlb etməyə çalışırlar. Bu normal bir şeydir. Normal praktikadır. Dövlət kanallarını götürsək, əgər dövlət kanallarında təbii ki, idmançılar hər an belə deyək, xoşluqla qəbul olunur və onlar haqqında kifayət qədər mövzular vardı və hansı ki verilişlər çəkilir. Amma kommersiya tipli verilişlərdə təbii ki, onlar öz xeyrini güdəcək və bu normal bir şeydir. Amma burada bir məqam vardı. Bugünkü gün biz mətbuat üzərinə düşən idmançılara qoyaq kənara, biz idmançılar kənarda qalsın. Mətbuat üzərinə düşən, əgər təbliğ etməsə, təbii ki, təbliğat olmayandan sonra məşhurluq olmayacaq. Məşhurluq olmayandan sonra da heç bir sponsoru cəlb edə bilməzsən. Bu normal, belə deyək, zəncirvari bir şeydir və mən fikirləşirəm ki, ilk öncə sən təbliğ etməlisən ki, sonra da sən sponsorları cəlb edə biləsən, sonra da maraq yarada biləsən. Bugünkü gün maraq yaratmaq üçün də idmançıları təbliğ etmək lazımdır. Mən yenə vurğulayıram ki, hansı ki bu idmançıların imiclərlə məşğul olan müəyyən agentliklər vardır ki, hansı ki yeni başlayıblar bu işə və mən fikirləşirəm ki, ümumiyyətlə bu bazarda böyük perspektivlər vardır ki, hansı ki gələcəkdə biz bunu görəcəyik. Sadəcə vaxt lazımdır. Amma təəssüflər olsun ki, onu demək istəyirəm ki, idman adından istifadə edərək, idmançıların adından istifadə edərək qazananlar çoxdur, hansı ki baxırsan ki, belə deyək, əslində bunu idmançılar edə bilərlər. Lakin dövrümüzdə gördüyümüz reallıq odur ki, hələ ki bu belə deyil. Yenə də deyirəm, mən heç kimin trendinə fikrim yoxdur, hər an öz həyatı var, hər sosial şəbəkələr azaddır, bugünkü gün istədiyini paylaşa bilir, təbii ki, qanunlar çərçivəsində. Lakin belə məqamları nəzərə almaq lazımdır ki, biz bugünkü gün yeniyetmə və gənclərimizə nəyi təbliğ edirik, yeniyetmə və gənclərimiz bizdən nə öyrənir. Mən məsələ bir neçə müddət öncə mən intervyu verəndə belə bir məqama toxundum ki, mən müəyyən nəticələri əldə etmişəm və fikirləşirəm ki, bugünkü gün yaxşı, mənim nəyim çatmır. Mən verdiyim hər bir nəticə vardı. Mən nə işlə məşğul olmalıyam? Bugünkü gün mən əgər xoşbəxtəmsə bu işimdən, kimsə xoşbəxt etmək üçün çalışmalıyam. Xoşbəxt etmək üçün çalışmaq deyəndə nəyə nəzərdə tutulur? Bu gün təbliğ etməliyəm idmanı, bu gün təbliğ etməliyəm idmanın yaxşı tərəflərini, sağlamlıq tərəflərini. Təbii ki, peşəkar idmanda kifayət qədər zədələr var, nüanslar var, amma sağlamlığı təbliğ etməliyəm və doğru təbliğ etməliyəm. Peşəkar olmalıdır bu işdə, savadsız təbliğ yox. Hansı ki, yalandan, belə deyək, idman adından istifadə edirlər. Baxırıq ki, minlərlə insanlar vardır ki, inanırlar və sonra da peşman olurlar. Yenə qeyd edim, bu sahədə, bu mövzuda da istiqamət çoxdur. Artıq ikinci mövzumuz olsun ki, bir kənara ataq, danışılası digər məqamları. Hələlik bir toxunmaq istədiyim də məsələ var bu mövzu ilə bağlı. İdmançıların həyat tərzi də burada vacibdir. İndi biz özümüz də jurnalist olaraq müəyyən məsələn layihələr, müəyyən proyektlər həyata keçirəndə görürük ki, idmançılarımızın həyat tərzi onu tamamlamır da.
belə deyək, məsələn, açıq etiraf eləyək ki, bu gün məsələn daha yüngül əyləncələrə, daha çox kafe, restorana maraqlı olan bir idmançını biz intellektual adından cəmiyyətə təqdim edə bilmirik. Gərək o öz həyatında da bunu tətbiq eləsin. Baxın, belə bir məqam var, sözünüzü kəsirəm. Belə bir məqam vardı da, bugünkü gün idmançının üzərinə düşən əsas nədir? Ümumiyyətlə idman rejimi çox ağır rejimdir. Gündə 2 və ya 3 dəfə məşq etmək, istirahət zamanlarında daha çox istirahət etmək. Bəli, bugünkü gün baxırıq ki, kifayət qədər peşəkar idmançılarımız, tanınmış idmançılarımız var ki, sosial şəbəkədə müəyyən işlər aparırlar, çalışırlar ki, təbliğ etsinlər. Məsələn, mən götürə bilərəm Mariya Stadnikin Instagram səhifəsi, hansı ki, mənim çox xoşuma gəldi son zamanlar. Çox peşəkar gedirdi onun Instagram səhifəsində işlər. İdmançının sadəcə buna vaxt ayırmağa belə deyək, vaxtı yoxdur. Niyə? Çünki mən yenə vurğulayıram ki, 3 dəfə məşq edən idmançını sən gətirib şəhərin hansısa məkanında saatlarla saxlayıb fotosessiya və ya video və ya hansısa bir təbiət qoynunda gedib video çəkdirmək üçün belə bir söz var, üzr istəyirəm ifadəmə görə, bambıllıq eləməyə vaxtı yoxdur. Təbii ki, belə deyək, idmançıların biraz da xasiyyətində belə deyək, təmkinlik vardır. Mən söhbət edirəm peşəkar idmançılardan. İdmançı deyəndə nəyi nəzərdə tuturuq? Əvvəlcə onu vurğulayım ki, var idmanla məşğul olan, var idmançı. Bu gün idmançı dediyimiz adamlar hansı ki, dünya, Avropa və Olimpiya oyunlarında və beynəlxalq arenalarda artıq ölkəmizi təmsil edib və layiqincə təmsil edib bayrağımızı qaldıran şəxslərdir. İdmanla məşğul olanlar ayrı. İdmançıların sadəcə buna vaxtı yoxdur və vaxtı olduqca da əgər məşqdən kənar bir dövrsə, o sadəcə istirahətinə vaxt ayırır və bu da bir növ təsir edir əslində idmançıların tanınmasına. Amma bəzi idmançılar da var ki, ümumiyyətlə nəticə vermiş idmançılar da, hansı ki, ümumiyyətlə o elə gizlində qalsa daha yaxşıdır. Belə idmançılarımız da təəssüflər olsun ki, vardı. Mən fikirləşirəm ki, bunun üçün təhsil, tərbiyə çox vacib amildir. Təbii ki, həm məktəbdə, həm ailədə və böyüdükcə də artıq universitetdə, idman akademiyasında olsun, bu işlər görülməlidir və təbliğ olunmalıdır. Mən həmişə vurğulayıram ki, idmançılar dil biliklərini peşəkar səviyyədə artırmalıdırlar. Nəyə görə? Çünki ölkəni ölkədən kənarda təmsil edən şəxslərdən biri idmançılardır. Bu toplum halında gedir, nəzərdə tutulur. Yəni siyasətçilər ola bilər, incəsənət adamları ola bilər və eyni zamanda idmançılar ola bilər və az sayda da olsa vardı, deyərdim ki, elm adamlarıdır. Bunlar təbliğ edirlər. Və bugünkü gün idmançılar ən çox təbliğ edən bir qurumdur. Və idmançıların savadı o səviyyədə olmalıdır ki, sən ölkədən xaricdə öz tarixin haqqında məlumat verə biləsən, eyni zamanda bu tarixi məlumat vermək üçün dil biliyin olmalıdır. Təbii ki, Azərbaycan dilində desən, biri başa düşür, biri başa düşməyə bilər. Dil biliyin olmalıdır, tarixi bilməlisən və öz davranışınla göstərməlisən ki, biz hansı səviyyədə bir ölkənin vətəndaşıyıq. Bu mövzuda son toxunacağımız məsələ artıq belə deyək, məşhurlaşmaq, PR məsələləri də elə bir yerə gəlib ki, çox belə böyük bir xarakter alıb və bu məsələdə başqa bir tərəfdən baxsaq idmançılar öz işlərinə köklənirlər və s. Onlar belə deyək, sosial şəbəkələrin dilini bilmir, digər trendlərlə maraqlanmağa vaxt olmur. Yəni bu bir sənətdir. Məsələn, PR bu gün tamamilə başqa bir sənətdir və sən qeyd etdin ki, artıq agentliklər də formalaşır bu istiqamətdə ki, ümidlər onadır. Amma bundan da vacib olan məsələ federasiyaların öz idmançısını təbliğ etməyidir. O cümlədən də digər qurumların. Bax, burada da problemlər var və biz müşahidə edirik son vaxtlar indi məsələn ad çəkəcək olsaq indi çox rahat deyə bilərik də Judo Federasiyası nümunədir. Yəni bunu istənilən adam təsdiqləyə bilər ki, biraz daha geniş digər federasiyalarla müqayisədə daha çox işlər görürlər. Məsələn, PR komandaları var ən azından və s. və ilaxır. Bəzi qurumlar niyə hələ də buna gedə bilmir? Mən daha çox görürəm ki, yenilənmiş federasiyalar, yeni gənc menecer rəhbəri olan federasiyalar buna maraqlıdır. Yəni bilirlər artıq təbliğat nədir. Amma hələ də tam keçid eləyə bilmirik. Məlumatım olduğu qədər cavab verə bilərəm buna ki, məsələ bugünkü gün Judo Federasiyası olsun, istər Gimnastika Federasiyası olsun, istər Güləş Federasiyası olsun, müəyyən belə deyək, sosial şəbəkələr üzərindən və ya reklamlar, banerlər vasitəsilə şəhərdə idmançılara
təbliğ edirlər. Yəqin ki, görmüşük ki, Cüdo Federasiyası yarış keçirəndə bannerlər hansı səviyyədədir və şəhər ərazisində olan şəkillərdir və ya tanıtım reklamları da hansı səviyyədədir. Eyni zamanda gimnastika və güləşdə digər federasiyalarda bilmirəm, amma mən fikirləşirəm ki, federasiyalar bu işlər üzərində dayansalar və işlərini belə deyək, daha da peşəkar səviyyədə aparsalar, bu ən azından onların xeyrinədir. Amma bu o demək deyil ki, biz belə deyək, idman federasiyalarının üzərinə atmalıyıq bunu. Çünki PR məsələsi və ya eyni zamanda belə deyək, kommersiya məsələləri dövlət qurumlarının üzərində deyil. Bu birbaşa artıq şəxsdən öz meneceri arasında olmalıdır. Əgər nəzərə alsaq ki, məsələ götürsək dünyanın ən məşhur futbolçularından biri Ronaldonu belə deyək, Portuqaliya Futbol Federasiyası təbliğ etmir ki, Ronaldonun özü artıq brenddir. Ronaldo elə bir brenddir ki, Portuqaliya Futbol Federasiyası ondan istifadə edə bilər. Onun ki, reklamda çəkilsin və ya nəsə. Mən ona görə fikirləşirəm ki, əgər paralelləşdirsək beynəlxalq aləmlə görərik ki, federasiyalar və dövlət qurumları bu işdə o qədər də fəal deyillər. Amma mən fikirləşirəm ki, qeyri-hökumət qurumları bu işlərdə daha fəal olmalıdırlar və təbliğ etməlidirlər. Təbii ki, bu gün İdman Nazirliyində görürük ki, müəyyən verilişlərdir. İdman Nazirliyi media qurumları bu işlərlə məşğul olurlar. Bu yaxınlarda elə mənlə bir çəkiliş oldu. Onlarda da böyük bir komanda var. Bəli, böyük bir komanda vardı, amma bəli, cənab nazir özü də bu işə maraqlıdır və daim də bu işə açıqdır. Amma belə bir şey vardı da, bu iş təkcə dövlət qurumları ilə həll oluna bilməz. Çünki kommersiya məsələləri vardır ki, hansı ki qanunla tənzimlənir və bunlar birbaşa agentlərlə idmançılar arasında olmalıdır. Və eyni zamanda da media da bunu işıqlandırmalıdır. Media işıqlandırandan sonra əslində hər iki tərəfli xeyir vardır ki, media işıqlandıracaq, media belə deyək, öz xeyrini götürəcək, eyni zamanda da idmançı öz xeyrini götürəcək. Amma baxırıq bugünkü gün görürük ki, yersiz adamlar TikTok vasitəsilə, nə bilim, Instagram vasitəsilə o qədər yersiz şeylər edirlər. Yenə deyirəm, mən onlar öz işlərdə, onlar özləri bilər nətər qazanırlar. Onlardan nə mənim pulum azalır onlardan, nə də ki mənim pulumu qazanırlar. Sadəcə onu demək istəyirəm ki, peşəkar idmançıların təbliği vacibdir ona görə ki, gənc və yeniyetmə nəsil onlardan ibrət götürür. Ən vacib məqam budur. Keçək elə buradan yola çıxaraq son hadisələrə keçəcəyik, müzakirə eləyəcəyik. Məhz bu mövzudan keçid etdiyim üçün bizim cənab nazir, Gənclər və İdman naziri Fərdi Qayıbovun paylaşımı var idi. İstəyirəm ondan danışaq. O Tofiq Bəhramov adına Respublika stadionundan bir paylaşım etmişdi və insanları Qarabağ zirə oyununa dəvət etmişdi. Bu da başqa bir problemin göstəricisidir. Həm bu paylaşıma münasibətini soruşacağam, həm də ölkədə insanlar gəlmək istəmir. Nazir özü də səslənirdi ki, gəlin tribunalara, hava yaxşı, bazar günü azarkeşlərin idman arenalarına axını mövzusunda danışaq biraz. Baxın, biraz öncə mən vurğuladım idman mədəniyyəti. İdman mədəniyyəti dedikdə aydınlıq da gətirdim nə deməkdir o. İdman mədəniyyəti insanların bugünkü gündəlik həyatda idmana ayrası olacağı vaxtıdır. Yəni bugün gündəlik həyatda insanlar idmana nə qədər vaxt ayırırlar. Əgər biz bugün götürsək, dünyanın ən inkişaf etmiş ölkələrini, Amerika Birləşmiş Ştatları kimi bir ölkəsini götürsək, orada həftə sonu ailə istirahəti deyilən bir şey vardır ki, hansı ki məşhur oyunlar, çox populyar oyunlar və ya yaxşı komandaların oyunları və öz şəhərinin komandası oynayanda stadionda yer tapmaq mümkün deyil. Hətta bunu əvvəlcədən gərək sifariş verəsən ki, biletin olsun ki, sən oyunda iştirak edə biləsən. Eyni zamanda həmin komandanın geyimləri olsun, müəyyən belə deyək, fan zona deyilən bir şey var da, fan zonada olan məsələ biz çox görmüşük, elə böyük əlcəkdir, şərfi olsun və ya digər alətlər olsun. Bu merchandise deyilən şey vardı ki, hansı ki satılır fan zonada. Orada hər bir komandanın belə deyək, öz azərkeşi özü üçün onu vacib bilir. Özü üçün onu vacib bilir, alır. Azərkeşliyi bilir. O ki qaldı İdman nazirinin məsələ paylaşımına. Əlbəttə cənab nazir, mən həmişə deyirəm bunu, açıqdır bu fikrə ki, idman təbliğ olunsun. Hətta biz görürük ki, son dövrlərdə müəyyən parklarda da, istər olsun dənizkənarı bulvarda, istər olsun digər parklarda, məhəllələrdə və digər yerlərdə idman alətləri quraşdırılır, idman tədbirləri keçirilir qeyri-peşəkarlar üçün ki, belə deyək, gündəlik idman həyatı təbliğ olunsun. Gündəlik idman həyatının təbliğ olunmağı çox vacib bir şeydir.
idi ki, idmana maraq artsın. Əlbəttə, mən istərəm ki, Azərbaycan futbolunda, ümumiyyətlə mən həmişə deyirəm ki, futbol idmandan kənar sahədir, o başqa bir aləmdir. Azərbaycan futbolunda elə oyunlar olsun ki, stadionda yer tapmaq olmasın. Mən həmişə bunun tərəfdarı olmuşam. Biz də gedək, oturaq, istirahət edək. Mənim fikrimcə bunu marketoloqlar daha yaxşı bilərlər ki, nəyə görə bu problem yaşanır. Çünki təkcə futbol yarışlarında, ümumiyyətlə idman yarışlarında təkcə idman yarışı ilə kifayətlənmək olmaz. Eyni zamanda biz görürük ki, istər Avropa oyunları olsun, istər Bakıda keçirilən Avropa çempionatının bəzi oyunları olsun, oyunlardan qabaq müəyyən konsertlər verilir, müəyyən rubrikalar keçirilir ki, azərkeşlər üçün maraqlı olsun. Bu tipli işlər görülməlidir ki, sonuçda belə yarışlarda, belə oyunlarda maraq olsun. Və o bir şeyi də vurğulayım ki, cənab nazir orada təkcə belə deyək, oyun haqqında məlumat vermirdi. Özü də idmanla məşğul idi. Bəli, diqqətlə baxsaz ya yürüyüş ya qaçışda idi və bu onu göstərir ki, özü də bunu təbliğ edir, bacardığı qədər təbliğ edir. Əlbəttə belə deyək, tabe içində olan qurum bu işlərlə məşğuldur, amma özü də göstərir ki, təkcə qurum deyil, eyni zamanda mən də məşğulam. Alqışa layiq bir hərəkətdir. Fikirləşirəm ki, belə addımlarla, xırda addımlarla böyüdərək bu addımları biz idman mədəniyyətimizi daha da təbliğ edəcəyik və daha da populyarlaşdıracağıq. Təşəkkürlər Rafiq fikirlərin üçün. İndi keçək biraz daha günümüzün hadisələrinə. Güləşçilərin Avropa çempionatı davam eləyir. Biz izləyicilərimiz üçün də xatırladaq. Biz verilişi çəkdiyimiz vaxtda da yarışlar var. Ona görə bu an olan nəticələr üzərindən qısa bir təhlilini istəyəcəm səndən. Gözlədiyin kimi başlayıbmı, belə deyim? Əslində Avropa çempionatı belə deyək, bir ilk günü mən razı qalmadım. Niyə razı qalmadım? Düzdür, nəticələr vardı. Mən nəyə görə deyirəm o razı qalmadım? Mən məsələn Əli Rəhimzadədən qızıl gözləyirdim. Qızıla layiq idmançıdır o. Təəssüflər olsun ki, ondan öncəki keçdiyi görüşlərdən sonra belə də bir növ yorğunluq hiss olunurdu onun yarım finalında və mən düzdür 3-cü yerə çıxdı, amma mən onu qızıla layiq gördüyüm üçün mən onları belə deyək, bir peşəkar olaraq deyə bilərəm ki, onun güləşindən razı qalmadım. Mən ümid edirəm ki, o öz səhvləri üzərində işləyəcək və qarşıda gələn dünya çempionatına artıq qızıl medalını əldə edəcək. Çünki o qızıla layiq idmançıdır. Amma eyni zamanda Kənan Heybatov məni çox sevindirdi. İlk öncə onu deyim ki, çox gəncdir, 22 yaşındadır və bu onun üçün böyük uğurdur böyüklərin Avropa çempionatında. Eyni zamanda bürünc medal uğrunda Musukayevlə, Macarıstanın Musukayevlə keçdiyi görüşdə, hansı ki, dünya çempionudur, olimpiya mükafatçısıdır, Avropa çempiyonudur və çox məşhur idmançıdır sərbəst güləşdə. Onun üzərinə qalib gəlməsi və hətta mən sizə deyim ki, görüş əsnasında mən hiss etdim ki, o Cəbrayıl müəllimlə birlikdə düzgün taktika seçmişdilər ki, və bu taktikada özünü doğrultdu və qalib gəldi. Düzdür, bizim üçün belə deyək, medalların hamısı əzizdir. Amma biz güləş ailəsi olaraq, təbii ki, bunu kənardan heç kim deyə bilməz, amma güləş ailəsi olaraq biz daim güləşçilərimizdən qızıl gözləyirik. Ümid edirəm ki, bugünkü gün 2 finalımız vardı. Bu 2 finaldan hər ikisi də qızıl alacaqlar və bizi sevindirəcəklər və eyni zamanda günün bu dəqiqə olan məlumata görə təbii ki, bu veriliş paylaşılanda artıq dəyişiləcək. Bu dəqiqə olan məlumata görə qızlardan da yarım finalımız vardı ki, hansı ki, bu da böyük uğurdur bizim üçün. Ümid edək ki, belə deyək, veriliş paylaşılanda artıq biz bir neçə qızılın şahidi olacaq. Avropa çempionatı cüdodan istəyirəm qısaca danışaq. Düzdür, sənə aid olan idman növü deyil, yəni amma yaxın idman növləridir və izləyicilərimiz də səni tanıyanlar da bilir ki, ümumiyyətlə bu mövzularda yaxşısan belə deyək. Olimpiya çempionlarımız burada əsas sualdır. Olimpiya çempionlarımız səhnə alır. Ümumiyyətlə bu tərəfini ən çox soruşmaq istəyirəm səndən. İndi Olimpiya çempionu kimi hansısa yarışa qayıtmaq yəqin ki daha çətindir. Çünki rəqiblər sənə qarşı başqa cür yanaşır və bu fasilə və biraz daha kiçik yarışla başlamaq doğru olardı, yoxsa qitə yarışından başlamaq doğru seçimdir? Praktika onu göstərir ki, əvvəlcə onu deyim, bizim Olimpiya çempionumuz Elnur Məmmədli Olimpiya oyunlarından sonra gələn ili Avropa çempionudur, özü də bir çəki yuxarı. Yəni praktikada bu vardı və belə deyək ki, heç bir maneəsi yoxdur idmançı üçün. Amma təbii ki, fərdi yanaşma vardı və mən fikirləşirəm ki,
hər insan bir cür özünü hiss edə bilər. Şəxsən əgər mənim öz fikrimlə götürsək, mən fikirləşirəm ki, Olimpiya çempionu artıq hamısından birbaş üstündür. O döşəyə qalxmamışdan öncə və ya tatamiyə qalxmamışdan öncə artıq onun adı gəlir. Bu böyük bir şeydir. Əlbəttə onu vurğulasaq ki, cüdoda Olimpiya çempionlarının adı xüsusi rənglə qeyd olunur. Bilirsinizsə, əgər dünya çempionları və Olimpiya çempionunun adı qızılı və ya qırmızı hərflərlə qeyd olunur. Artıq bu özü üstünlükdür və bir növ rəqiblər onun bu adın gəldiyini eşidəndə artıq bir növ həyəcan keçirirlər. Əlbəttə ki, belə deyək, Olimpiya çempionları hər hansısa bir turnirin qalibi deyirlər ki, deyək ki, rahat onu məğlub etmək olar. Olimpiya çempionu olmaq üçün müəyyən bir yol qət edirsən və bu yolu qət etdikdən sonra artıq o statusu alandan sonra o statusu qorumağa çalışırsan və mən əminəm ki, Hidayət Heydərov da, Zəlim Koçayev də, hər ikisi də yaxşı bilirlər ki, hansı ada layiqdirlər və bu adı qorumağa maksimum çalışacaqlar. Təbii ki, təlim məşq toplanışlarına da keçiblər, hər şey qaydasındadır. Və ümid edək ki, bu Avropa çempionatında onlar üçün yaxşı olacaq. Artıq bir şey qalmayıbdır. 23 aprel səhv eləmirəmsə başlayır. 15-16 gün sonra və fikirləşirəm ki, idmançılarımız Olimpiya oyunlarında olduğu kimi bizi sevindirəcəklər və eyni zamanda digər komanda yoldaşları da onlara baxıb həvəslənəcəklər. Mən həmişə bunu vurğulayıram ki, komandada öndə gedən Lokomotiv hansı səviyyədə olursa, komanda da o səviyyədə olur və ümid edək ki, komandamız yüksək səviyyədə çıxış edəcək. Başqa bir maraqlı paylaşım var idi Anna Başdadan. Qısaca toxunardıq istəyərdim bu idman növü. Ümumiyyətlə biz podkastımızda bu cür idman növlərinə hər dəfə, hər verilişdə birinə toxunsaq daha yaxşı olar deyə düşünürəm. Anna Başda daha güclü qayıdacağam başlıqlı bir paylaşım edib əməliyyatdan zədədən sonra və kifayət qədər xanım olsa da bu ifadəni deyəcəm, xarizmatik idmançılarımızdandır. Yəqin ki, indi müəyyən yarışlarda bir ünsiyyətinizdə olub. Bu idman növünə və Anna Başdan bu paylaşımla münasibət. Əvvəlcə onu deyim ki, Anna Başda Azərbaycan, təkcə Azərbaycanda deyil, eyni zamanda dünyada ən belə deyim, məşhur, ən güclü sablyaçılardandır və bu mənim sözüm deyil, bu Beynəlxalq Qılınc Oynatma Federasiyasının sözüdür və bugünkü gün onun zədəsi, bilirsiniz ki, paylaşımın zədəsi ilə bağlı edibdir. Onun zədəsi onun üçün mane ola bilməz, çünki peşəkar idmanda kifayət qədər belə zədələr olur və əgər bir idmançı deyirsə ki, mən bu zədədən sonra daha güclü qayıdacamsa, artıq o iddialıdır və özü bilir nə işlə məşğuldur və nə edəcəyini. Təbii ki, bu paylaşımı edibsə, mən ümid edirəm ki, o daha güclü qayıdacaq, çünki qarşıda onu mötəbər yarışlar gözləyir və bir növ onun üçün pauza olacaq, məcburi pauzadır ki, hansı ki, özünü toparlasın, çünki idmançılar ağır həyat şəraitində yaşayırlar və daim belə deyək, nizam-intizamda və daim məşq proseslərində olduğu üçün istirahətlərinə vaxt ayıra bilmirlər, amma onun üçün bu dəqiqə məcburi pauzadır, hansı ki, qeyri-mümkündür məşq etmək və bu pauza əsnasında o düzgün qərar verəcək və düzgün qərar çıxaracaq, öz səhvləri üzərində işləyəcək, necə ki, hər bir peşəkar idmançı bunu edir və arenalara daha güclü qayıdacaq. Düz deyirsiniz, o çox xarizmatik idmançıdır və özünə məxsus belə deyək, özünə məxsusluğu vardı onun və mən ümid edirəm ki, bu özünə məxsusluğu onu yenidən arenalarda bizi görməyə nəsib edəcək. Təşəkkür edirəm Rafiq. Bu günlük bu podkastlıq bu qədər, amma ürəyim doludur və toxunacağımız mövzular da var. Elə insanlara da mən tövsiyə edirəm izləyicilərimizə ki, mütləq bizdə qalsınlar. Getdikcə biraz operativliyimizi və belə deyək, podkastlarımızın sayını da artıracağıq müxtəlif formalarda. Təşəkkürlər bu həftəki fikirlərin üçün. Mən təşəkkür edirəm. Ümid edirəm ki, bizim podkastımıza baxıb nəticə çıxaranlar vardı. Təşəkkürlər. İzləyin bizi, abunə olun kanallarımıza. Növbəti podkastımızda ölkə idmanı ilə bağlı daha bir mühüm problemi, məsələni danışacağıq. Eyni zamanda ölkə idmanında yaşanan son hadisələrin təhlilini, analitikasını sizə təqdim edəcəyik. Hələlik.